Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Elhamdülillahi rabbil alamin ve salatu vesselamu ala rasulina Muhammedin ve ala alihi ve sahbihi ecmaîn. Amma ba'd. Allah azze ve celle izniyle bugün bu zikrimizdə, zikir məclisimizdə Allah azze ve celle'nin qullarına vermiş olduğu en güzel nimetlerden birisi olan elm barədə danışmaq istəyirəm. Baxın gözəl qardaşlarım, elm öyrənmək həqiqətən də böyük bir fəzilətdir. Çünki elm elə bir nemətdir ki, insan elmləndikcə Allah azze ve celle'yə daha çox bağlanır. İnsan elmləndikcə ibadətlərindən daha çox ləzzət almağa başlayır. Yəni düşün ki, məsəl üçün sən ibadət edirsən, amma elədiyin ibadət barədə heç bir elmi əsasın yoxdur. Biri də var, ibadət edirsən, amma dəlilləri ilə bilərək, həqiqətən etdiyin əməlin ibadət olduğunu bilərək, etdiyin ibadətin içərisində ibadəti gözəlləşdirmək üçün elm sahibi olsan, əlhamdülillah görəcəksən ki, sən o ibadətdən dad alırsan, ləzzət alırsan. Buna en gözəl örnəyi verə bilərik qısa namazla uzun namazın fərqindən. İnsan məsəl üçün ayətlər əzbərləyib namazını uzun qılanda daha çox xuşulu olmağa, daha çox Rəbbini düşünməyə vaxtı olur. Və həmin ayətlərin artıq tərcümələrini biləndə, ərəb dilini oxuyaraq, bilərək əzbərləyəndə daha da gözəl olur. Niyə? Çünki oxuduğu şeyin mənasını bilir. Elhamdülillahi Rabbil alemin deyəndə həmdin aləmlərin Rəbbi olan Allaha aid olduğunu bilərək bu kəlmələri deyir, bu ayəni deyir. Və əlbəttə ki, bu adamda bir iman artışına səbəb olur. Biri də var ki, 30 ildir, 20 ildir ibadət edirsən, amma elə 20 il bundan qabaq necəsənsə elə qalırsan. Baxın, bu artıq problemdir. Və elmin üstünlüyünü göstərmək üçün Taha surəsində Allah azze ve celle buyurur ki, və qul Rabbi zidni ilmən, de ki, ey Rəbbim elmimi artır. Yəni Allah azze ve celle öz rəsuluna dua eləməsini istəyir. Və İbn Həcər Əsqalan rahimehullah buyurur ki, vadihud dalaləti fi fadlil ilm, ləənnə Allah Teala ləm yəmur nəbiyyəhu sallallahu aleyhi və səlləm bi tələbil izdiyədi min şeyin illə minəl ilm. Bu deyir, hansı ki bu ayə, de ki, ey Rəbbim elmimi artır. Elmin fəzilətinin açıq dəlilidir. Çünki Allah azze ve celle öz nəbisinə elmdən başqa bir şeyin artırılmasını tələb etməmişdir. Çünki əmir edir axı və qul, de. Və qul Rabbi zidni ilmən, de ki, ey Rəbbim mənim elmimi artır. Allah azze ve celle deyir ki, nəbisindən başqa bir şeyin artırılması üçün dua etməsini istəməmişdir. Əgər bu sadəcə elmə xas bir duadırsa, elmə xas bir tələbdirsə, deməli Allah qatında elm, baxın, necə dəyərli, necə önəmli bir əməldir ki, Allah azze ve celle öz rəsuluna bunu dua etməsini tələb edərək istəyir. Biz də əlhamdülillah gərək bu elmi artırmaq üçün, elmlənmək üçün cəhdlər etməliyik. Müsəlmanlar olaraq Quran oxuya bilməyənlərimiz çoxdur, Quran oxumağı öyrənməlidirlər. Quran oxuyub təcvidi bilməyənlərimiz çoxdur, təcvidi öyrənməlidirlər. Quranı oxuyurlar, amma başa düşmürlər. Mümkün dərəcə, gücləri çatdığı qədər ərəb dilindən bəzi şeyləri öyrənib, oxuduqları Quranı anlaya biləcək səviyyəyə gəlməlidirlər və ya bir qismini anlaya biləcək səviyyəyə gəlməlidirlər. Əqidə elmini öyrənməlidirlər. İllərlə ibadət edir insan, baxırsan şübhələrdən şübhələrə düşür. Niyə? Əqidə elmi barədə məlumatı yoxdur. Əqidə nədir bilmir. Əqidə sözünün lüğəvi şəri mənası nədir bilmir. İslam əqidəsi deyəndə ümumiyyətlə bu hansı mövzuları əhatə edir bilmir. Bu da əlbəttə ki, sabah üçün şübhələrə qapı açmağa bir yer qoyur özünə. İstər-istəməz insan bilməyəndə nə qədər çox bilmirsən, o qədər çox şübhəyə düşə bilirsən. Nə qədər çox bilmirsən, o qədər çox insan problemlə üzləşir. Bu həmin şey bir növ bilməyə də aiddir. Bilib əməl eləməyəndə də insan şübhədən şübhəyə düşür. Bilməyən də şübhəyə düşür, bəzən bilib amma əməl eləməyən də şübhəyə düşür. Çünki elm də o zaman faydalı bir elm olur ki, onunla əməl eləyəsən. Baxın, Şeyx Fövzan Hafizahullahın Əl-Müləkhasul Fiqhi isimli bir 2 cilddən ibarət, bəzi nüsxələr 1 cilddən ibarət fiqh kitabı var. Onun müqəddiməsi elmin fəziləti ilə başlayır. Və o danışır orada, hardasa 2 səhifə yarım elmin fəzilətindən danışır, üstünlüyündən danışır və s. Və sonda gəlir, faydalı elmə çıxır ki, bu elm var, öyrənir. Nə vaxt fayda verir insana? Onunla əməl eləyəndə. Elmin var, amma ibadət olaraq bu heç bir şeyə yansımırsa, artıq bu boş bir məlumatdan başqa bir şey deyil. Və zamanla da insanda unudulub gedilir. Oxuyursan, öyrənirsən namazın fəziləti barədə, namazın üstünlüyü barədə, namaz qılanlara cənnətlərin müjdələnməsi barədə və sonunda bu elmlərə sahib olunandan sonra, namazla bağlı əhkamlara sahib olandan sonra əgər elm oxumasan, o
bildiyin şeyin sənə nə faydası var axirət üçün? Çünki biz möminlər, müsəlmanlar nəsə ediriksə, sonunda bunu axirət azuqəsi olaraq edirik. İstəyirik ki, bu şeyi eləyək, nə üçün eləyirik? Elm öyrənirik. Allahın razılığını qazanmaq üçün. Əgər öyrəndiyin elm səni Allah Azza və Cəllənin razılığını aparmırsa, xüsusən də hüccəti üstündən qaldırırsan, elmi öyrənirsən, amma onunla əməl eləmirsənsə, bu daha da pisdir. Və orada şeyx son nöqtəni gətirib belə gözəl yerdə vurur ki, yəni bu gözəldir, bəli, fəzilətlidir, önəmlidir, olunmalıdır, fərzdir, vacibdir. Amma sonu var da bunun. Niyə bu fərzdir, vacibdir? Sənə çünki cənnəti qazandırır. Əgər sən bununla cənnəti qazanmayacaqsansa, bu sənin üçün daha böyük bir bəlaya səbəbdir. Ona görə elmi öyrənməyə, insan gərək elmi öyrənmək üçün ixlaslı olsun. Yəni bu elmi öyrənməyə başlayanda məqsədi olsun ki, Rəbbimə ən gözəl şəkildə ibadət edəcəm. Rəbbimi razı qalacam. Öyrənəcəm və öyrəndiyim elmi insanlara öyrədəcəm ki, onlar da əməl etdiksə mən yenə əcr qazanım. Yəni hər şey Allahın rızası və Allahın sevgisini qazanmaq üçündür. Bu yoxdursa məqsəddə, öyrəndiyin elmdən sənə nə fayda var ki? Sadəcə məlumatdır da, yığırsan, çoxlu məlumatlanırsan. Həmçinin Ali İmran surəsində Allah Azza və Cəllə buyurur ki, Şəhidəllahu ənəhu la iləhə illə huvə vəl mələikətü və ulul ilmi qaimən bil qist. Allah mələkləri və elm sahibləri ədaləti ayaqda tutaraq Allahdan başqa ibadətə layiq haqq məbudun olmadığına la iləhə illəllaha şəhadət gətirdilər. Baxın, bu ayətlə bağlı İmam Qurtubi rahimehullah buyurur ki, fi hədihil ayəti dəlilun alə fadlil ilmi və şərəfil uləməi və fadlihim. Şübhəsiz ki, bu ayə elmin fəzilətinin, həmçinin alimlərin şərəfinin və fəzilətinin üstünlüyünün dəlilidir. فَإِنَّهُ لَوْ كَانَ أَحَدٌ أَشْرَفَ مِنَ الْعُلَمَاءِ لَقَرَنَهُمُ اللّٰهُ بِإِسْمِهِ وَإِسْمِ مَلَائِكَتِهِ كَمَا قَرَنَ إِسْمَ الْعُلَمَاءِ. Əgər yeryüzündə alimlərdən daha şərəfli bir topluluq olsaydı, şübhəsiz ki, Allah Azza və Cəllə özü və mələklərinin isminin yanında onların ismini zikr edərdi. Necə ki, alimlərin ismini zikr edərdi. Bu da elm sahiblərinin, elm öyrənənlərin, elm üçün çalışanların Allah qatında üstünlüyünü göstərir. Baxın, necə buyurur? Allah, mələklər və elm sahibləri ədaləti ayaqda tutaraq Allahda başqa ibadətlə haqq məbudun olmanda şəhadət gətirdilər. Görün, necə üstün bir dərəcədir. Yəni, bundan sonra sən alimlərə necə rəğbət duymayasan, alimlərə necə sevgi duymayasan. İnsan, biz məsəl üçün də alimləri sevirik. Heç bəlkə onların biz 99%-ni yaxından görməmişik belə. Heç onlarla ünsiyyət bəsləməmişik belə. O sevgisi ilə yanıb tutuşduğumuz alimlər bəlkə 1000 il bundan qabaq vəfat edib. Amma onlar Allah qatında necə fəzilətli və şərəfli insanlardır ki, Allah Azza və Cəllə onlardan 1000 il keçməsinə baxmayaraq bizim qəlbimizə onların sevgisini yerləşdirib. Bu nəyə görədir? Onların Allah qatında olan dəyəridir ki, Allah Azza və Cəllə onları sevdi və onların sevgisini qullarının qəlbinə yerləşdirdi. Və bu oxuyuruq da burada məsəl üçün İbn Həcər Əsqalanidən gətirdik, İmam Qurtubidən gətirdik. Biz bu alimləri sevirik də Allah üçün. Niyə sevirik? Çünki elmləri ilə bizə töhfə verirlər. Hal-hazırda onlar əcir qazanırlar. Biz onların ayətlərə verdiyi izahları oxuyuruq, başa düşürük, ayətləri onların verdiyi izahlarla daha gözəl anlayırıq. Görsən nə boyda fəzilət sahibidir. Adam yüzillər öncə, əsrlər öncə vəfat edib, amma hələ də biz onun qoyub getdiyi elmdən bəhrələnirik. Bizdən sonra da hələ bu belə davam edib gedəcək. Gördün, elm insana nə qədər böyük bir əcir verir. Həmçinin İmam Buxari və Müslimin Muaviyyə bin Əbu Süfyan radiyallahu anhudan rəvayət etdiyi hədisdə Allah Resulü sallallahu aleyhi və səlləm buyurur ki, Mən yuridilləhu bihi xayran yufəqqihu fiddin. Allah kimin üçün xeyir diləyərsə, kimin üçün xeyir istəyərsə, dində onu fəqih edər. Anlayış sahibi edər, elm sahibi edər. Görürsən nə qədər böyük bir fəzilətdir. Deməli, kim ki, əgər dinində elm sahibidirsə, elm yolunda çalışırsa, elm üçün mücadilə aparırsa, deməli, Allah Azza və Cəllə onun üçün bu xeyri diləyib ki, onun üçün bu yolları açır. Ona görə Allah Resulü sallallahu aleyhi ve sellem nə buyurur? Tələbül ilmi faridatun alə kulli muslimin və müslimətin. Elm tələb etmə hər bir kişi və qadına fərzdir. Burada əlbəttə ki, usul elmlərindən söhbət getmir. Amma ən azından bir müsəlman namaz qılırsa, namazın əhkamlarını biləcək qədər, oruç tutursa, orucun əhkamlarını biləcək qədər, hər cümlə edirsə, onların əhkamlarını biləcək qədər elmə sahib olmalıdır.
əqidə sahibiyik. Bəlli bir əqidədən danışırıq. Ümumən danışırıq. Biz Allaha iman gətiririk, mələklərinə iman gətiririk, kitablarına, rəsullarına, axirət gününə, xeyri və şəri ilə qədərə iman gətiririk. Hanı bəs bunun elmi? Hardadır bu elm? Allaha necə iman gətirirsən? Rububiyyətinə necə iman gətirirsən? Uluhiyyətinə necə iman gətirirsən? Əsma və sifətinə, isim və sifətlərə necə iman gətirirsən? Bunlar hamısı, qardaşlar, dəlillərlə olanda xoşdur, dəlillərlə olanda gözəldir. Və insan da həqiqətən bundan bəhrələnir. Həm özü yönündən, həm də dəvət etdiyi yönündən. İnsanlara açıb ən azından əqidəvi rahat bir şəkildə deyə bilirsən ki, qardaş, mən Allah Azza və Cəllənin bu ayələrinə, Rasulullah sallallahu əleyhi və səlləm bu hədislərinə əsaslanaraq bu üsullar üzərinə əqidəmi belirləmişəm. Rabbani alimlərdən, həqiqi alimlərdən elm öyrənərək bu üsulları belirləmişəm. Və baxın, hədislərə baxın, Allah Resulü sallallahu əleyhi və səlləm buyurur ki, kimdir elm öyrənmək üçün bir yola çıxarsa, Allah Azza və Cəllə onu cənnət yoluna asanlaşdırır. Necə böyük bir müjdədir, qardaş. Elm yoluna çıxırsan. Allah Azza və Cəllə səni cənnəti qazanmağı sənin üçün rahatlaşdırır. Müsəlmanın qayəsi nədir bu həyatda? Biz onsuz bilirik ki, bu həyat bir gün bitəcək, əbədi deyil ki. Kimisə az, kimisə orta, kimisə çox həyat yaşayır və sonunda ölüm gəlib ona çatır və əbədi, hansı ki, o ağıllarının almayacağı bir əbədiyyətə gedir insan. O getdiyi əbədiyyətdə xeyri umacağı o cənnət var, hansı ki, bu dünya həyatında necə yaşayırsan, orada da onun mükafatını alırsan və cəzasını alırsan. O mükafatların ən gözəli, insana cənnət yolunu asanlaşdıran gözəl nemətlərdən birisi də elmdir. Əgər bu belə bir gözəl nemətdir ki, həm mən ibadətlərindən ləzzət alacağam, Allah Azza və Cəllənin razılığını qazanacağam, Rəbbimin sevgisini qazanacağam, cənnət yolum bununla asanlaşacaq, ölüb getdikdən sonra belə qoyduğum elmlə insanlar faydalanacaq. Hədisdə necə Allah Resulü sallallahu əleyhi və səlləm nə buyurur? Əməl bitir, amma 3 şey xaricdir. Onlardan biri nədir? Elm. Mən buna qarşı niyə həris olmayayım ki? Təsəvvürlə vəfat edirsən, əməllər kəsilir, hər şey bitir, yenə də qoyduğun elmdən sən əcr gəlir. Əməl dəftəri bağlanmır. Bu qədər gözəl bir əməl, bu qədər gözəl bir ibadətdirsə, deməli, müsəlman həris olmalıdır ki, bu ibadəti öyrənsin, bu ibadət üzərində çalışsın, buna üstünlük versin. Və bir oxuduğumuz hədis ki var idi, Allah kimin üçün xeyir istəyirsə, onu dində fəqih edər. İmam Nəvəvi rahimehullah buyurur ki, fihi fadilatul ilm. Burada deyir, elmin fəziləti mövzudur. Və təfəqquhu fid-din, dində fəqih olmaqdan danışılır. Vəl-hathı aleyhi, Allah Resulü sallallahu əleyhi və səlləm ona təşviq eləyir. Və səbəbuhu ənəhu qaidun ilə təqvallahu təala, və bunun səbəbi nədir ki, o elm Allaha qarşı təqvalı olmağın, o təqvanın qəlbdə oturmasının səbəbidir. Görürsünüz necə gözəl izahlayır. Hədisi oxuyur İmam Nəvəvi, deyir ki, baxın, bu hədis elmin fəzilətinə işarə eləyir, dində fəqih olmaq. Həmçinin bu hədislə Allah Resulü sallallahu əleyhi və səlləm elmə təşviq eləyir. Həmçinin bu hədis təqvanın elmdə olduğunu bizə göstərir ki, qul dində fəqih sahibi olsa, artıq o kəs elmli olmuş olacaq. Həmçinin başqa hədislərdə elm sahibləri üçün yer üzündə olan hər bir şeyin Allahdan istiğfar dilədiyi bizlərə bildirilir. Düşünün, hətta dənizdəki balıqlar belə deyir, onlar üçün istiğfar diləyərlər, bağışlanma diləyərlər. Elm məclisləri üçün hədislərdə gəlir ki, mələklər qanadları ilə oranı əhatə eləyərlər və onlar üçün istiğfar diləyərlər. Elhamdülillah. Biz də Rəbbimizdən deyirik ki, bu məclisi Allah Azza və Cəllə həqiqətən o məclislərdən eləsin ki, mələklər iştirak eləsin, bizim üçün istiğfar diləsinlər, qanadları ilə bizi əhatə eləsinlər. Riyadul cənnə, cənnət bağçalarına çevirsin Allah Azza və Cəllə bu elm məclislərimizi. Həmçinin Uca Rəbbimiz nə buyurur? Qul həl yəstəvillezine ya'lemun vellezine la ya'lemun. De ki, heç bilənlərlə bilməyənlər bir ola bilərmi? Necə öz qatında insanları Allah Azza və Cəllə iki yerə bölür? Bilənlər və bilməyənlər. Ona görə biz çalışmalıyıq, gözəl qardaşlarım, bilməyə, yəni öyrənməliyik. Elhamdülillah, mən demirəm, hər kəsin bir yaşı var. Elə insan var ki, bu şeyləri dərk edir 50 yaşında, 40 yaşında. Amma unutmayaq ki, elhamdülillah,
o bir şey deyil. Yəni zehni verən Allah Azza və Cəllədir, ağlı verən Allah Azza və Cəllədir. İnsan Allahdan müvəffəqiyyəti haqqı ilə diləyəndə, insan istəyəndə ki, ya Rabbim dua eləyəndə məni müvəffəq elə ki, mən bu elmə yiyələniyim, mütləq Allah Azza və Cəllə onu verəcəkdir. Baxın, öz praktikamdan bir şey deyim, mən Kayseridə olanda 2 nəfərlə tanış oldum, 2 elm tələbəsinə, xoca ilə tanış oldum. Onlar hərbidə işləmişdilər, pensiyaya çıxmışdılar. Yəni, rütbəli zabit olmuşdular. Yəni, təsəvvür onlar pensiyaya çıxandan sonra, 40 yaşlarından sonra ibadətə başlayırlar, həqiqi, belə deyim də, İslamı öyrənirlər, İslamın mahiyyətini öyrənirlər və qərara gəlirlər ki, biz elm oxuyaq. Və başlayırlar elm oxumağa. Onlardan birisi hafizdir. 4 ilə Quran-ı Kərimi əzbərləyir. Abdülvahab Hocayda. Onlardan birisi də mən onu görəndə artıq hədis silsiləsindən dərs keçirdi cəmaata. Hardasa mən onları görəndə artıq 47-48 yaşları vardı. Yəqin 60-ı haqlayıblar. Onun adı Cengiz idi, o ikinci hocanın adı. Yəni deməyim nədir? Görürsən, onlar yaşlarına baxmadılar, başlarına baxmadılar. Özdə hərbi bilirsiniz də çətin bir sistemdir, yorucu bir sistemdir. O yorucu sistem olmasaydı 40 yaşında cəmaat pensiya verməzlər ki, getdə. Yəni o yorucu sistemin içindən çıxıb, qardaş, özünü insanın elmə verməsi, o əslində bir sən neylədir? Qəlbini rahatlığa qovuşturdu. Dünya işlərindən məşğul ola bilərdi, övladları ilə, nəvələri ilə, amma özünü elmə verərək qəlbini rahatlaşdırdı, sinəsini genişləndirdi və əlhamdülillah digər işləri də artıq onun arxasından gəlməyə başladı. Yəni, gözəl qardaşlarım, əlhamdülillah, yaş da burada bir bahanə deyil. İş də bir bahanə deyil. Qardaş, əlhamdülillah, hamımız çalışırıq. Amma məncə biz öz həyatımızı, saatlarımızı oturub hesablasaq, zamanımızın qiymətini bilsək, biz görəcəyik ki, qardaş, kitab oxumağa da vaxt var. Ya şəri elm öyrənməyə, Quran-ı Kərim oxumağa da vaxt var. Zikir məclislərində iştirak etməyə də vaxt var. 2024 saat işləyir, qardaş. Yatmırsan, biraz yuxundan azalt. Gedib oturmursan, qardaşlarla söhbət eləmirsən, işdən, gücdən, dağdan, bağdan danışmırsan, danışma dağdan, ancaq bağdan danış. Dağdan danışdığın vaxtı ayrı şey. Yəni, bizim çox belə söhbətlərimiz də çox vaxt aparır, qardaş. Yəni, oturuq məscidin həyətində, danışırıq oradan, buradan, sonra namazı qıldıq, oradan, buradan, sonra işə baxırsan ki, bir 4-5 saat bir bəlli bir vaxt deyil, qardaş, az vaxt deyil. 4-5 saata Quran da əzbərləmək olardı, virt götürüb, yəni gündə məsəl üçün özünə seçirsən 10 səhifə, 5 səhifə, bir cüz nə qədər oxuyacam, onu da oxumaq olardı. Əməlli başlı bir kitab alıb, əqidə kitabı olub, oxuyub, başa düşmədiyini bilənlərdən, elm əhlindən soruşub, nələrsə də öyrənmək olardı. Yəni, görünür ki, insan vaxtını doğru şeyləsə, dəyərləndirsə, qiymətləndirsə, əlhamdülillah, onun vaxtı qalacaq bir çox şeylərə. Vəlhasılı kəlam, sözümüzün xülasəsi odur ki, qardaşlarım, elm gözəl bir nemətdir, elm bir fəzilətdir, elmlə insan cənnətə gedən yolunu asanlaşdırır, elmlə insan hər bir məxluqun, yaradılmışın istiğfarından məzhar olur. Elmlə insan Allah qatında ucalır. Əgər elm bu qədər gözəl bir nemətdirsə və insan bu nemətlə ucalırsa Rəbbi qatında, insanların önəmi yoxdur, kimsə bizi necə görür, onun önəmi yoxdur. Rəbbi qatında əgər bununla ucalıb və dininin ləzzətini, şirinliyini bununla alacaqsa, deməli elə başda buna yapışmalıdır. Ona görə Rəbbimdən dilirəm ki, Allah Azza və Cəllə bizi elmi öyrənən və onunla əməl edərək elmi özü üçün faydaya çevirə bilən qullarından etsin. Əmin. Allah Azza və Cəllə bizi eşitib faydalanan qullarından etsin. Əmin. Vəlhamdülillahi Rabbil aləmin.